Güzel günlerden biri 27 sentyabr 2024-cü gün. Məhz bugünkü gün Ali Başkomandan qərar verdi ki, Azərbaycan torpaqlarını geri qaytarmağa başladı. Və bütün xalq da bu qərarı alqışlayaraq Ali Başkomandanın ətrafında toplaşdı. Gözəl bir günə təsadüf edən bir gözəl qardaşımız gəldi. Elin o başı olmaz. Bu kişi Naxçıvandandır. Uzun illərdir Talış torpağına gəlib gedir. Vallahi mən Talışları bilirəm, tərifimi bilirəm. Amma qardaş elə Talışlar haqqında sözlər dedi ki, mənim türklərimin dili ürəkdir ki, həqiqətən Talışlar müharibə zamanı, yəni adam bu 17 il ərzində Talışlar barəsində danışdıqları mən heç bilmirdim. Hər bir ailədə böyümüş bir övlad, başqa yerlərdə, dünyanın başqa yerində, çöldə sərgilədiyi tərbiyə o ailəyə adına hallanır. Gözəl övlad tərbiyəsi ailənin başını ucağa eləyər. Həqiqətən millətimdən fəxr eləyirəm ki, mən Talışam. Yenə deyirəm, elin o baş olmaz. Talışın etdiyi yaxşı xidmət, yaxşı deyiləndə adama ləzzət verir, adamı yaşadır. Yəni bir yerlərdə Talış deyə ona hörmət qoyulursa, o adamın işi, insanı yaxşıdırsa, deməli, həqiqətən adam Talış olmağı ilə fəxr edir. Mən Naxçıvanlıyam, amma fəxr edirəm Talışları. Həqiqətən deyirəm, hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. 17 ildir sizin çörəyə yeyirəm. Həsbinallah niməl vəkil. Allah aramızda şahiddir ki, bu 17 ildə bir Talışdan inciməmişəm. Bir Talış xətrimə dəyməyib. Hara getmişəm, o qədər gözəl qonaqpərvərlik görmüşəm. Allah haqqı içimdə olan o his deyib, həmişə deyib, əhsən sizə Talışlar. Vallahi mən fəxr edirəm. Azərbaycanın Respublikanı gəzirəm. Görürəm ki, ən gözəl qonaqpərvər xalq Talışlar. Fəxr edirəm. Allah sizə dəyməsin, Allah sizi qorusun. Siz gözəl xalqsınız, sizin gözəl bugünkü gündə fəxr ediyəsi, sayları da daha çox olan şəhidlərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Abdullah müəllim kimi də bütün oğlanlara can sağlığı versin ki, bu cür təşkilatda bu qədər insan işlədir. Özü də heç bilinmir, müdürdür yoxsa fəhlə. Bunu da deyək. Deməli bu qardaş, başda bir 2 ildən yuxarıda gəlib gedir. İlk dəfə gəlib axşam çağıdır, qış ayları idi. İşıqları yanmırdı. Yəni getsəydi hadisə eləyərdi. Uşaqlar da getmişdi, mən də getmək istəyirdim. Ürəyimlə bacarmadım. Desəm yox, gedərdi hadisə eləyərdi, arxa işıqları yox. Deməsəm yox, işçilər gərək getir, qaytaram. Dedim, mən də burada işləm. Başladım mı qardaşa, deyəm ki, buranın sahibi kimdir? Deyirəm, mən buranın sahibi gedim. Özümü buranın sahibi kimi göstərmədim. Yəni adam bilmədi mən buranın sahibiyəm. Uşaqları ki, çağırdım, elədim. Altdan soruşar ki, buranın sahibi mənəm. Gəldi təzədən məndən görüşdü. Dedi, and ol Allaha, bu mal, bu mülk, bu qabiliyyət, bu səmimiyyət, bu insanlıq. Düşünməzdim ki, sizin kimi üstü başı tozlu, əli qabarlı, mazotlu insan bu boyda malın, mülkün, bu boyda insanların sahibidir. Mən də qayıtdım, dedim, malın, mülkün sahibi bir tək, gözə görünməyən, aldığımız nəfəsi ki, necə görmürük, görmədiyimiz Allaha xasdır. Bəli, həqiqətən yaxşılar onun üstü başı ilə, onun sürdüyü maşınla, bahalıdır, bağladığı nömrəli ilə göstərilməz. Zahirimiz tozlu torpaqlı olsa da, tək içlərimizi gözəllik eləyək. Zahiri gözəllik də bir libas kimidir. Bir gün o da keçəcək. Amma insanın daxili gözəlliyi hər zaman sayılacaq. Yəni, bu kişinin Talışlara olan simpatisi bizim qarajda biraz da artdı. Yəni, andolAllah, biz də bu kişinin xətrini istəyirik. O da bizim xətrimizi istəyir. Naxçıvanlılar bizim ürəyimizdir. Yəni, Azərbaycan üzərində yaşayan insanlar bir əlin barmaqları kimidir. Toplananda olur yumruq. Biri balaca, biri böyük, türkü, Talışı, ləzgisi, tatı. Bir oldu, yumruq oldu, torpaqlarımızı işğaldan azad elədi. Məhz bir-birimizi sevməyin nəticəsində. Barmaqlar nə qədər sevilərək bir-birinə sıxılarsa, insanlar da o cür bir-birini sevilib, sıxıb, yumruq olarsa, fəth eləmədiyi, dağıtmadığı yer qalmaz. Qardaşlara minnətdarlıq bildirəm, bilirsən ki, sən bizim əzimizsən. Hər zaman gözümüzdə yerim var. Minnətdaram, heç desəniz də, deməsəniz də, Abdullah müəllim bu Ərkivan kəndində elə bir iz qoyub ki, insanlar
çox yüz illərdən də sonra sizi deyib danışacaqlar və sizi unutmayacaqlar. Bu sizə verilən o sizin atanızın, ananızın, ailə başlarının əllərindən öpürəm ki, bu cür oğul yetişdirib ki, bugün nəyin Naxçıvanlı oğlan yox, bütün talışlar Azərbaycan fəxr eləməlidir ki, Abdullah müəllim kimi bir oğul vardı, talışların ürəyisən. Allah canı sağ olsun. Sizlər də Talış yox, Naxçıvanlıların ürəyisən. Öpürəm. Sağ olun. Yaxşılıq- Gedək indi yemək ye. Yox, yemək yemişəm valla. Yaxşılıq heç vaxt unudulmaz. Elədir. Heç vaxt həyatı boyu. Bax 100 ildə keçsə mən o övladlarına belə deyirəm ki, o Abdullah müəllim var. Mən falan yerdə qalmışdım. O kişi məni hətta deyirəm iş vaxtından 2 saat, 3 saatda sonra məni yola saldı. Yəni mən sizin belə insaniyyətinizə, bu səmimiyyətinizə görə inan ki başlayıram. Allah evimə də xeyir, bol ruzi. Qapılarda dikilib, yəni mən bir dənə balacadan Razmevdən də balaca bölüb gedəcək. Amma bu yaratdıqlarımız bizdən sonra yaxşı əməllərimiz. İnsanlar burada təcrübə toplayacaq, yaşayacaqlar və bizdən sonra bizi yaşadan yaxşı əməllərimizdir. Hər kəs həyatda qalmaq istəyirsə, malın mümkün deyil. Yaxşı əməllərin, faydalı işlərin dalıyca getsin ki, öləndən sonra fikri rahat olsun ki, o yaşayacaq. Yeri, yatdığı yer torpaq da olsa, yaşadığı yer belə qəlblər olacaq. Sağ olun. Siz mənim qəlbimi, siz yox, talışlar fəth edin. Həqiqətən, mən bax gedirəm Allah haqqı, indi masallı restorana gedirəm. Fırlanmalıyım, 2 gün əsə fırlanıram 4 günə. Gedirəm Levikəy, nə bilim Astarıya, dostlarım çoxdur. Orada otururam Ceyran bulaqda, nə bilim o qədər mənim xoşum gəlir. Allah bütün dükanlar ki yoxdur, hamısı var belə. Çox sağ olun.